Əgər sənin sümüklərin dərimə, qığırdağında yeyilmə varsa da, sümüklərin sızıldayır, oynaqlarında ağrısı olanlar, dizində, belində, boynunda ağrısı olanlar, biləkən rahat qalqıb düşə bilmirsən və yaxud da dizin tam açılmırsa da, qığırdağın yeyilirsə də, artritdən, artrozdan, protruziyadan əziyyət çəkirsənsə, videonun sona qədər diqqətlə dinlə. Gəlin araşdıraq görək bizim niyə sümüklərimiz dərimə, qığırdağımızda yeyilmə yaranır? Ağrıların yaranma səbəbi nədir? Səbəbi müəyyənləşdirək. Səbəbi aradan qaldıraq ki, köklü nəticəni əldə edək. Araşdırsaq görək ki, bu problemlərin yaranma səbəbi orqanizmdə kalsium tələbatının təmin olunmamasıdır. Və sənin orqanizmdə kalsium tələbatı təmin olunmursa, sənin sümüklərində boşalma, kövrəkləşmə yaranır. Müəyyən müddətdən sonra, müəyyən zamandan sonra artıq başlayır nə olmağa? Qığırdaq yeməyə. Qığırdağında yeyildirsə də bütün ağrıların başlayır. Sümük ağrıları, məzələ sümük ağrıları. Bunun qarşısını almaq üçün ağrı kəsiciyə qaçma. Ağrı kəsici ilə özünü aldatma. İnsanlar var ki, illərdir istifadə edir ağrı kəsicilərdə, dizinə iynə vurdururlar. Nə zaman ayılır insanlar? Artıq vəziyyət əməliyyatlıq olanda. Artıq bunun köklü müalicəsi olmayanda. Baxın, bu problemin köklü şəkildə aradan qaldırmaq istəyirsə, orqanizm kalsium tələbatını təmin edir. Bunun üçün də mən sənə şərq tələbatının bioloji qidalar verəni tövsiyə edəcəm. İstifadə elə Tibet təmizləyici çayı, duzlaşmanı kilənslənməni bədəndən xaric elə, orqanizmi təmizlə. İstifadə elə iyonlaşmış biokalsium və glikozamin. İyonlaşmış kalsium nədir? 98% qana və sümüyə sovurulan bir kalsiumdur ki, çöküntü vermir, molekulyar deyil bu kalsium. Glikozamin, kollagen təşkil edir, tərkibində kalsium, B, D vitamini var. 9 milli yırtığı belə əməliyyat şəkildə bərpa edəcək gücdə bir məhsullardır. Qığırdaq yelməni, sümük yelməni dayandıracaq və bərpa edəcək. Bunları düzgün şəkildə istifadə etdikdən sonra nə ağrı kəsiciyə ehtiyac qalacaq, nə də ki, masajatoqra fizioterapiya. Dərman deyil, apteklərdə olmur, Tibet məhsuldur, Tibet mərkəzində var, mərkəz 28-dədir. Azərbaycanın bütün bölgələrinə çatdırılması da var.